Dostlar, salam. Bədən çox vaxt problem başlamazdan əvvəl bizə xəbərdarlıq edir. Amma insanların əksəriyyəti o siqnalları ya gec görür, ya da ümumiyyətlə ciddiyə almır. Məsələn, ayaqlardakı şişkinlik. Axşam ayaqqabı sıxmağa başlayır. Corabın izi ayaqda qalır. Ayaqlarda ağırlıq hiss olunur. İnsan isə düşünür, çox gəzmişəm. İsti hava idi. Sadəcə yorulmuşam. Bəli, bəzən səbəb həqiqətən sadə yorğunluq olur. Amma bəzən bədən bununla sizə daha ciddi bir şey deməyə çalışır. Çünki ürək problemləri çox vaxt qəfil başlamır. Onlar əvvəlcə sakit, kiçik və göz ardı edilən siqnallarla başlayır və ayaqlardakı şişkinlik həmin siqnallardan biri ola bilər. Problem ondadır ki, insanlar çox vaxt təhlükəli siqnalları ağrı ilə əlaqələndirir. İnsan düşünür, ağrımırsa deməli ciddi deyil. Halbuki bəzi ürək problemləri ən təhlükəli mərhələyə qədər demək olar ki, ağrısız inkişaf edir. Və məhz buna görə bədən əvvəlcə kiçik siqnallar göndərir. Ayaqdakı şişkinlik də həmin səssiz siqnallardan biri ola bilər. Bugün çox vacib bir mövzudan danışacağıq. Ayaqlardakı şişkinlik nə vaxt sadə yorğunluqdur, nə vaxt isə artıq ürəyin xəbərdarlığıdır. Mən doktor Azərəm. Gəlin başlayaq. Ayaqlarda şişkinlik nədir? Əslində bu, orqanizmdə mayenin toxumalarda toplanmasıdır. Tibbi dildə buna ödem deyilir. Sadə dillə desək, bədən müəyyən səbəbdən mayeni tam geri daşıya bilmir və həmin maye ayaqlarda yığılmağa başlayır. Çünki gün ərzində cazibə qüvvəsi mayeni aşağı çəkir. Əgər qan dövranı zəifləyirsə, damarlar yorulubsa və ya ürək qanı əvvəlki kimi effektiv dövr etdirə bilmirsə, maye ayaqlarda qalmağa başlayır. İlk siqnallar isə çox tanış görünür. Ayaqlarda ağırlıq, topuq ətrafında şişkinlik, corab izi, dar gələn ayaqqabı və axşama doğru gərginlik hissi. Bir çox insan bunu sadəcə yorğunluq hesab edir. Ən maraqlısı isə budur ki, insan bu dəyişikliklərə yavaş-yavaş öyrəşməyə başlayır. Əvvəl ayaqqabı axşam sıxır, sonra insan daha böyük ayaqqabı geyinməyə başlayır. Sonra pilləkən çıxanda tez yorulduğunu hiss edir. Amma bütün bunları yaşla, yorğunluqla və gündəlik həyatla əlaqələndirir və aylarla, bəzən illərlə əsas səbəb araşdırılmır. Amma əsas məsələ budur. Şişkinlik necə yaranır? Məhz bu detal səbəbi anlamağa kömək edir. Sadə yorğunluqdan yaranan şiş necə olur? Bəzən səbəb doğrudan da gündəlik həyat olur. Uzun müddət ayaq üstə qalmaq, isti hava, çox gəzmək və ya bütün günü hərəkətsiz qalmaq. Belə hallarda qan dövranı yavaşlayır və maye ayaqlarda daha çox qalır. Bu tip şişkinlikdə şiş axşam artır, səhər azalır və ya tam keçir. Ayaqları yuxarı qaldıranda rahatlama olur. Nəfəs darlığı və ya sinədə təzyiq olmur. Bu daha çox yorğunluq və damarların yüklənməsi ilə əlaqəli görünür. Amma burada vacib bir problem var. Bir çox insan illərlə hər şişkinliyi yorğunluqdur deyib görməzdən gəlir. Halbuki bəzi ürək problemləri məhz belə başlayır. Ürək çatışmazlığı bir çox insanda birdən başlamır. Əksinə, bədən aylarla əvvəl xəbərdarlıq edir. Sadəcə problem ondadır ki, o siqnallar dramatik olmur. İnsan yeriyir, danışır, işləyir. Ona görə də təhlükə hiss olunmur. Amma daxildə ürək artıq əvvəlki kimi işləməyə bilmir. Ürək mənşəli şişkinlik niyə yaranır? Ürəyin əsas işi qanı bədən boyunca dövr etdirməkdir. Əgər ürək zəifləyirsə, qan əvvəlki kimi effektiv hərəkət edə bilmir. Nəticədə damar daxilində təzyiq artır və maye damar xaricinə çıxmağa başlayır. Ən çox harda? Ayaqlarda. Çünki cazibə qüvvəsi mayeni aşağı çəkir. Buna görə də ürək zəifliyi zamanı ilk siqnallardan biri ayaqlardakı şişkinlik ola bilər. Və burada çox vacib detal var. Bu şiş çox vaxt ağrısız olur. İnsan deyir, şiş var, amma ağrı yoxdur və məhz buna görə təhlükəli şəkildə gecikir. Və məhz ağrısız olması insanı aldadır. Çünki ağrı olmayanda insan təhlükəni hiss etmir. Amma tibbdə bəzi ən ciddi problemlər ilk mərhələdə çox sakit görünə bilər. Bədən əvvəlcə qışqırmır. Əvvəlcə sadəcə xəbər verir. Ürək siqnalını necə tanımaq olar? Bəzi detallar artıq ürək ehtimalını artırır. Birinci siqnal. Şiş hər iki ayaqda eyni olur, yəni simmetrik. İkinci siqnal. Ayağa basanda iz qalır. Barmaqla basırsınız və iz dəridə bir müddət qalırsa,
Bu artıq maye yığılmasını düşündürür. Üçüncü siqnal. Şiş yavaş-yavaş yuxarı qalxır. Əvvəl topuqda, sonra baldırda, bəzən dizə qədər. Dördüncü siqnal. Nəfəs darlığı və tez yorulma. Məsələn, pilləkən çıxanda nəfəs çatmır, tez yorulursunuz və ya uzananda nəfəs almaq çətinləşir. Və çox vacib detal. Şiş səhər belə tam keçmir. Bu artıq sadə yorğunluğa o qədər də bənzəmir. Damar problemi ilə ürək problemi eyni deyil. Varikoz və damar zəifliyi də şiş yarada bilər. Amma fərq var. Damar mənşəli şişdə ayaqlarda ağırlıq və yanma olur. Damarlar görünür. Uzun ayaq üstə qalmaqdan sonra artır. Bəzən bir ayaqda daha çox görünür. Ürək mənşəli şiş isə adətən simmetrik olur. Səhər də qalır və ümumi yorğunluqla birlikdə gedir. Yəni sadəcə ayaq şişib demək kifayət deyil. Şişin xarakteri çox vacibdir. Məhz buna görə həkimlər sadəcə şiş var cümləsinə baxmırlar. Şiş nə vaxt başlayır? Səhər azalırmı? Hər iki ayaqdadırmı? Ağrılıdırmı? Nəfəs darlığı varmı? Bütün bu detallar səbəbi anlamağa kömək edir. Çünki eyni görünən şişkinliklərin səbəbi tam fərqli ola bilər. Ən təhlükəli siqnallar. Bu hissəni diqqətlə dinləyin. Əgər ayaq şişkinliyi ilə birlikdə nəfəs darlığı, sinədə ağrı və ya təzyiq, ürək döyünmə, baş gicəllənmə və ya bir ayaqda qəfil başlayan ağrılı, isti şiş varsa, bu artıq ciddi siqnal ola bilər. Xüsusilə bir ayaq qəfil şişibsə, burada damar daxilində laxta ehtimalı düşünülə bilər. Bu isə təhlükəli vəziyyətdir. Çünki həmin laxta qoparaq ağciyərə gedə bilər. Ona görə bəzi şişkinliklər sadəcə yorğunluq deyil. Evdə nə etmək olar? Əgər ciddi səbəb aşkarlanmayıbsa, bəzi sadə addımlar həqiqətən kömək edə bilər. Birinci, ayaqları yuxarı qaldırın. Gündə 15 dəqiqədən 20 dəqiqəyə qədər ayaqları ürək səviyyəsindən yuxarı saxlamaq qan dövranına kömək edir. İkinci, uzun müddət hərəkətsiz qalmayın. Hər saat bir neçə dəqiqə gəzin. Üçüncü, duzu azaldın. Çünki duz bədəndə suyu saxlayır. Dördüncü, kifayət qədər su için. Bir çox insan düşünür, şiş varsa niyə su içim? Amma bədən susuz qalanda daha çox su saxlamağa meyilli olur. Beşinci, kompres, corablardan yalnız həkim məsləhəti ilə istifadə edin. Və ən vaciblərdən biri, hərəkət. Çünki əzələlər işləyəndə damarlar qanı daha yaxşı geri daşıyır. Ən çox yayılmış miflər. Birinci mif, şiş varsa su içmək olmaz. Tam əksinə, bir çox halda düzgün su qəbulu balans üçün vacibdir. İkinci mif, şiş ağrımırsa təhlükəli deyil. Xeyr, ürək mənşəli şiş çox vaxt ağrısız olur. Üçüncü mif, yaşlananda normaldır. Yaş bəzi riskləri artırır, amma bu hər şeyi normal etmir. Dördüncü mif, sadəcə ayaq problemidir. Bəzən problem ayaqda yox, ürəkdə, damarda və ya böyrəkdə olur. Ən vacib nəticə. Bir şeyi də unutmayın. Bədən çox nadir hallarda problemi səbəbsiz göstərir. Xüsusilə davam edən şişkinlik varsa, bu artıq orqanizmin diqqət istədiyini göstərə bilər. Bəzən səbəb sadə olur, amma bəzən vaxtında diqqət etmək daha böyük problemlərin qarşısını ala bilər. Ayaqlardakı şişkinlik hər zaman sadə yorğunluq deyil. Əgər şiş axşam yaranır, səhər azalır və uzun ayaq üstə qalmardan sonra olursa, bu daha çox yorğunluq və damar zəifliyinə uyğun ola bilər. Amma şiş səhər də qalırsa, hər iki ayaqda eynidirsə və nəfəs darlığı ilə birlikdə gedirsə, bu artıq ürəyin xəbərdarlığı ola bilər. Ən təhlükəli cümlə isə budur. Keçər. Bəzən keçir. Amma bəzən bədən sizə əvvəlcədən xəbərdarlıq edir. Sadəcə onu dinləmək lazımdır. Mən doktor Azərəm. Növbəti videoda çox vacib bir mövzudan danışacağıq. Əllərdə titrəmə nə vaxt təhlükəlidir? Çünki bəzən sadə görünən titrəmə belə sinir sistemi və ya başqa ciddi problemlərin siqnalı ola bilər. Sağ olun, salamat qalın.